Evi göstərmişdən qabaq sizi salamlayıram, hörmətli izləyicilərim. Sizə Ayzinkonun binasında, o məşhur Ferrari binasında 3 otaqlı mənzil göstərəcəm. Öz yerində. Həmişə kimi. Baxış istədim sizə həyəti göstərdim. Mənə bu həyəti olan baxışdır. Kompleks haqqında nəsə deməyə, tərifləməyə lüzum bilmirəm. Bilirsiniz ki, markadır. Həmən bu markada sizə sərf edən qiymətə, ucuz qiymətə 3 otaq, 180 kvadrat mənzil təqdim edirəm. Bura mənzili geniş mətbəx otağıdır. Dəyərli dinləyicilərim, hər bir şey lazım olan mətbəx mebeli, elektronikalar yığılır. Bura mənzili xol hissəsidir. Geniş paltar dolabı, burada hamam otağı. Gördüğünüz kimi təmirdə konsept olarak otel konseptində sadə bir təmirdir. Bura bunun sanitar qovşağıdır. Bura isə mənzili zal otağıdır. Kupçalı mənzildir. 180 kvadrat müqavilədə yazılıb, 166 kvadrat kupçada qeyd olunub. Dəyərli izləyicilər, istəyirsiniz, bu yəni mebelləri var. Təbii ki, siz dəyişərsiniz, məsələn dəyişməzsiniz. Əsas olan sizə kvadratı təqdim etmək istəyirəm və bir də baxışlar, balkonlar, mətbəx həyətə baxır, qonaq otağı isə şəhərin mərkəzinə baxır. Burada da balkonu var. Sağda və solda yataq otaqları və çamaşır otağı yerləşir. Buyurun, baxaq. Bura yataq otağıdır. İçində qardırop otağı da var. Dəyərli izləyicilər, 180 kvadrat öz sözünü deyir ha. Görün, necə geniş bir mənzildir. Hər şey çox geniş. Buradan da yenə də yataq otağından birbaşa məhləyə baxır. Estetikası gözəldir də binanın, düz demirəm. İstər üzdü, istər həyət filan. Düz şəhərin düz mərkəzində keçdin 2 dəqiqə bir dənə portfokya kofe içdin gəldin. Məsələn də yəni şu bulvara, şəhərə özün üçün gəzirsən, takılırsan özün üçün. Rozetkalar Panasonic marka, növbəti yataq otağı. Bu yataq otağının da içində hamam və yatağın özü və balkon və paltar şkafı. Avropalarda nə görmüsünüzsə hamam elə eynisidir. Demək olar mənzil də eynisidir. Hörmətli izləyicilərim, mənzil ekskluziv mənzildir. Saytlarda filan yoxdur. Zəng edin bizə, bu mənzilin açarı bizdə, sahiblər bizdədir. Qiyməti də kompleksdə olan digər mənzillərdən daha ucuzdur. Araşdırın. Ondan sonra zəng edin, qulluğunuzdayam. Gəlin bu mənzili. Baxın, real canlı danışa, Allah xeyir versin. Həm sahibinə, həm sizə. Sağ olun. Hələlik.